Salam aleyküm. Salam aleyküm. Aha! Möhkəm dayanıbsınız. Kərbəlayı, dayanma nədir? Yiyib içib yatırıq, tüfənglərimizin lüləsi pasatı. Ağa, Əbülfəzl Abbasın qara gözlərinə and olsun. O şura hökuməti bizdən qorxur. Qorxur da sözdür. Lap üydü. Kərbəlayı, lap məəttələm. Necə olub ki, 300 il padşahlıq eləyən Nikolayı bu qorxaq hökumət yıxdı? Valla, Nikolay evini öz əli ilə yıxdı. Çünki hələ heç kim Kərbəlaya tüfək törməmişdi Nikolaydan başqa. Bax, bu gözlərimlə görmüşəm. Kəndləri, şəhərləri xaraba qoyan top gülləsi müqəddəs dərgahdan ancaq 3 qızıl kərpiş salıb. Allahümmə sallallahu. İndi də həmin kərpişləri gündüzlər qoyurlar yerinə, gecə gəlib görürlər ki, düşüb yerə. Çünki ona kafir gülləsi dəyibdi. Ona görə mübarək ziyarətgaha hörülmür. Qurban olun belə hökumətə ki, Kərbəlayın heyfini Nikolay Köpəyoğlu da yaman ala bildi. Hədə, hey! Yaxın gəl görüm. Sən bilirsən ki, Çəmən kənddə bunları doğrayıb quyuya töküblər? Bilirəm. Səni də tikə-tikə doğratdırıram. Dilini fərağa saxla küçük. Qanmadığın sözü danışma. Niqalayı Müslümanların Allahı yerlə yeksan eləyib. Allahümmə. İtil o qorğuduğu bu rəyəti. Başdır.